Əlçatımlı kanalından hər kəsə salam olsun dostlar, hər birinizi salamlayıram. Mən Mehman Qəhrəmanov yeni bir video ilə sizin qarşınıza gəlmişəm dostlar. Dostlar, deməli video nədən bağlıdır? Mən bir də kiçik də olsa bir anons verim bu video barəsində. YouTube'da bir özəllik məni çox özünə çəkdi. O özəlliyinə sizlərə indi təqdim edəcəm. Bir də dostlardan xahiş edirəm, kanalımıza abunə deyilsinizsə dostlar, kanalımıza abunə olmağı unutmayın. Bildirişləri açın və yeni videolardan xəbərdar olasınız inşallah. Keçirik videonun anonsuna inşallah, təqdimatına. YouTube 2 bildirim. YouTube. Dostlar, YouTube'a daxil olduq. Burada mənim öz səhifəm var. Zaten bilənlər bilir ki, mən musiqisiyəm. Öz kanalım olduğum üçün YouTube'da da hər kəsin öz YouTube'da kanalı olduğu kimi mən də öz kanalım var və orada daxil oldum. Burada bu özəlliyi indi sizə başa salıram inşallah. Burada deyir ki, Videoyu oynat. videonu oynat. Videonu oynadaq. Videoyu duraklat. Videoyu oynat. Videonu duraqlatdıq dostlar. Bu qədər kifayət edər. Deməli, nədir burada özəllik? Sizə başa saldığım özəllik mənə cəlb elədi. Onu da istəyirəm sizlərə təqdim edeyim. Bu videonu oynat deyəndə bunun solunda deyir 10 saniyəlik geri çək. Videonu yəni əvvələ verirsən və 10 saniyədə irəli atlayırsan. Bu arada mən Gears Lite-dan istifadə edirəm. Gears-dan istifadə elədiyimə görə bu digər bilmirəm Redmi-lərdə bu mümkün olacaq, mümkün olmayacaq. Talkback-də mümkün olacaq, yoxsa mümkün olmayacaq. Onu yəni Redmi istifadə edənlər yəqin ki, test eləyərlər özləri. Məndə Samsung A51 olduğu üçün mən bunu Samsungda hal-hazırda bunu tətbiq edirəm inşallah yoxlamaq üçün. Deməli, neyini dostlar? Burada dediyim qaydada 10 saniyə irəli və geri addama olur videoda. Yəni irəli dala çəkməklə videonu. Burada da bir özəllik də budur ki, dostlar, soldan sağa gəzənərək, soldan sağa əlimizi, parmağımızı soldan sağa hərəkət etdirərək burada 5 görüntüleme 3 hafta önce daha fazla. 1 dakika 8 saniye 4 dakika 16 saniye. 1 dəqiqə 8 saniyə mən videonu oxutmuşam. Burada bu əlimi o düymənin üstünə qoyub çəkəndən sonra Samsunglarda xod alan və verən düyməsi var. Orada o özəllikdə onu indi bir dənə də nümunə olaraq mahnını oxuduram. Videoyu oynat. Videoyu duraklat. Görürsünüz, musiqi davam edir. İndi o sözü tapırıq burada. 5 görüntüleme 3 hafta önce. 1 dakika 16 saniye 4 dakika 16 saniye. İndi bunu kod verən düyməni aşağı sıxmaqla, yəni 1 dakika 12 0 dakika 59 0 dakika 34 saniye 4 0 dakika 0 saniye 4 dakika 16 saniye. əvvələ verdi mahnını. Yəni başa çəkdi. Mahnı əvvəldən oxuya gedir. Yuxarı edəndə amma mahnını qabaq etəliyir. 0 dakika 25 saniye 4 dakika 16 saniye. 0 dakika 39 saniye 4 dakika 16 saniye. 0 dakika 54 saniye 4 dakika 16 saniye. Video oynatıcı. Videoyu duraklat. Videoyu oynat. Dostlar, videomuz bu qədər. İnşallah ümidvaram videomuzu bəyənərsiniz. Dediyim kimi videomuza dəstək olmağı unutmayın dostlar. Kanalımıza dəstək unutmayın. Dəstək olun. Yeni videolarla görüşmək üzrə deyirəm sizlərə. Hələlik Allaha əmanət olun dostlar. Allah hər birinizə qorusun inşallah. Hələlik.